Bismillahirrahmanirrahim. Və bihi nəstəin və huvə xeyru nasirin və mu'in. Thumma salatu və salamu alə seyyidil ənbiyai vəl mursalin, həbibina və həbibi ilahil aləmin, Əbil Qasimil Mustafa Muhammed. Allahümmə salli alə Muhammed və alihi teyyibinə tahirinəl məsumin və lənətullahi ələ ədaihim əcməin minəl ən ilə yevmiddin. Əmmə bəd, Allahümmə kun li vəliyyikəl Hüccət ibnil Həsən salavatükə aleyhi və alə əbəi fi həzihi saəti və fi kulli saə vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və eynə həttə tuskinəhu ərdəkə təv'a və tüməttiəhu fiyhə tavilə. Allah-u Teala inşallah cümləmizə bu əzadarlıqda böyük əcr inayət etsin. Allah Teala etdiyimiz əzadarlığı qəbul olunmuş əzadarlıqlardan qərar versin. Və əlbəttə ki, bizim bu məclisdə iştirak etməyimiz bir daha Əhl-i Beyt əleyhimussalama, xüsusən İmam Hüseyn əleyhissalama olan məhəbbətimizi, sevgimizi göstərməkdir. Hər halda Allah Teala bizlərə lütf inayət edib, bu günləri bu gözəl məsciddə İmam Hüseyn əleyhissalama təziyə saxlayırıq və inşallah ki, Allah Teala bizdən sonraki nəsillərə də bunu nəsib etsin inşallah. Kərbəla hadisəsinə diqqət etdiyimiz zaman, Kərbəla faciəsinə diqqət etdiyimiz zaman, Kərbəla bu mikrofonun sesi xoşuma gəlmiş. Elə bil ki, biraz çoxdur elə bil, biraz azaltına zəhmət olmasın. Peyğəmbər, Ali Peyğəmbər haqqında salavat zikr edək. Allahümmə salli alə Muhammed və Ali Muhammed. Tarixdə diqqət etsək, görərik ki, Peyğəmbər salavatullahın dönəmindən ta bugünkü günümüzə qədər insanlar müxtəlif cür olublar. Düzdür, Allah Teala xilqət baxımından hərəni bir cür yaradıb. Quran-ı Kərimdə, Rum surəsində Allah Teala insanların müxtəlif dillərdə danışmasını, yaxud başqa bir surədə müxtəlif millətlərdə olmasını Allah Teala'nın nişanələrindən və əlamətlərindən bilir. Allah Teala buyurur, və min əyətihi, Allah Teala'nın nişanələrindəndir sizin müxtəlif dillərdə danışmağınız. Hər halda bu həmin dəyişkənlik insanın zahirən xilqətində də baş verir. Diqqət etsək, Quran-ı Kərimdə Allah Teala insan ömrünü 3 mərhələdə qərar verir. Bir uşaqlıq dövrüdür, bir cavanlıq dövrüdür, bir qocalıq dövrüdür. 3 mərhələ insanın zahirindən xəbər verir. Eləcə də insanın batini xüsusiyyətləri var ki, batini xüsusiyyətlər də dəyişkəndir. Ərəblər buna mütəğəyyir deyir, yəni dəyişkəndir, batini xüsusiyyətlər. Ne cür dəyişkəndir? Batini xüsusiyyət bu mənada ki, insanlar iman baxımından, təqva baxımından, öz inancları baxımından dəyişkəndirlər. Quran-ı Kərimdə Allah Teala bir dəstə insanlardan xəbər verir.
Buyurur ki, onlar gah iman getirdilər, gah küfr etdilər, gah iman getirdilər, gah küfr etdilər. Mütəğəyyir oldular, yəni belə dəyişkən oldular, sabit qədəm olmadılar. Məsələn, qeyd edirlər ki, axirə zamanın xüsusiyyətlərindəndir ki, insanlar dəyişkən olacaqlar. İmanlarında sabit qədəm olmayacaqlar. Hədislərdə göstərilir ki, səhər imanla evdən çıxan adam axşam evə qaydanda imansız qaydacaq. Belə bir təhlükə var. Yaxşı, bəs biz neyniyək? Bizim çarəmiz nədir? İmam Muhammed Baqir əleyhissalam bu həmin axirət zamandan xəbər verən zaman İmamdan soruşdular ki, biz neyniyək? Bunun bir çarəsi var ya yox? Hər bir işdə bir çarə duadır, İmam dua öyrədir. Bir bu duanı eləyin. Bu duanı çox tez-tez eləyin. Hansı duadır? Dua bu cürdür. Ya Allahu, Ya Rəhmanu, Ya Rəhim. Allah Taala'nın adları ilə çağırır. Ya müqəllibəl qulub, ey qəlbləri çevirən, ey qəlbləri dəyişdirən. Səbbit qulubənə əla dinik. Bizi öz dinində sabit qədəm etkinə. Bizi öz dinində sabit qədəm etkinə. İmam bu cürünə yol göstərir. Bəs nə cür eləyək ki, halımız dəyişməsin, yəni pis mənada dəyişməsin, yaxşı mənada əlbəttə dəyişsin. Məsələn, gəlmişik bura İmam Hüseyin məclisinə, istəyirik bu məclisdən zövq alaq. Çünki İmam Hüseyin məclisi səfa bəxşdir, yəni səfa verir. Hər kəs ki, bu məclisdən zövq ala bilmir, problem onun özündədir. İmam Hüseyndə problem axtarmaz. Hər kəs ki, bu məclisdə o zövqü görə bilmir, o səfanı görə bilmir, problem onun özündədir. Bəzən bizi alladır zahir, biz batindən xəbərimiz yoxdur. Alimlərdən biridir, vaizlərdən biridir. Nəql eləyir ki, günlərin birində bir yerdə İmam Hüseyin məclisidir. Getdim orada xütbə elədim, cəmaat sizin kimi əyləşib. Mən də İmam Hüseyindən danışıram. Məclis qutarandan sonra gördüm ki, küçədə uşaqlar məclis qurublar. Təziyyə məclisi qurublar, uşaqlar özləri. Dedilər ki, ağa, bizim də məclisdə moizə eləyərsən? Baxdım, dedim, mən bu uşaqlar üçün nə moizə eləyəcəm? Özləri çay düzəldiblər, stəkanlar təmiz yuyulmayıb, stəkanlar çirkliyib. Baxdım, dedim ki, yox, getdim. Bizi zahir alladıraq, getdim. Axşam yatdım, yuxuma Fatimə-i Zəhra gəldi. Çünki bu məclisin sahibləri olardı da, düz deyil. Bu məclisin sahibləri xanım Zəhradır. Mən birin sözün qoyub o birisini danışıram. İmam Sadiq əleyhissalam səhabəsindən soruşur, tələbəsindən soruşur ki, dərsə niyə gəlməmişdin? Dedi, İmam, get məclis qurmuşduq, İmam Hüseyin məclisi qurmuşduq ona görə. İmam buyurur ki, bilirəm, xəbərim var. Dedi, İmam, xəbərim var, sən nə üçün gəlməmişdin? Dedi, mən də o məclisdəydim. Dedim, nə üçün sən yuxarı başda oturmamışdın? İmam buyurdu ki, anamız Fatimə-i Zəhra olan məclisdə biz necə yuxarı başda oturaq? Biz cürət eləmişik ya burada oturmağa. Bu məclisə nəzər yetirən xanım Fatimə-i Zəhra. O alim deyir ki, sən demə bu uşaqların qurduğu məclis, elə qəbul olunmuş məclis bu idi. Qəbul olunmuş məclis bu idi. Dəyişir hər şey. Zahir dəyişir, batin dəyişir. Əbu Zər bu cür deyir. Deyir, günlərin birində Peyğəmbər sallavatullahdan soruşdum ki, ey Allahın Rəsulü,
Biz sənin yanında olanda bizim halımız başqa cür olur. Hele ki səndən ayrılırıq, biz bir başqa cür oluruq. Biz riyakarıq, riyakar yəni özümüzü göstəririk, Peyğəmbərə dedi. Həzrət cavabında buyurdu ki, ey Əbu Zər, hele ki siz bizim yanımızda olursunuz, şeytan sizə vəsvəsə eləmir, Peyğəmbər buyurur. Bizdən ayrılırsınız, şeytan sizə vəsvəsə eləyir. Şeytan sizə vəsvəsə edir. Bir dənə geniş mövzudur bu insanın dəyişməyi, yaxud dəyişməməyi, sabit qalmağı. İnsanın dəyişməsinin əsas amillərindən biri budur ki, insan təfəkkür edir, fikirləşir. Onlar ki, dəyişməyiblər, sözün yaxşı mənasında təfəkkürlərində problem olub, düşünməyiblər. Quran-ı Kərimin Mülk surəsinin 10-cu ayəsində Allah Taala buyurur. Buyurur ki, bir dəstə insan bu cür deyəcəklər. Və qalu, bu cür dedilər, lav kunna nəsmə'u av nəqilu